Salam əziz şagirdlər, indi isə Ağdam Çörək Muzeyi dərsinin ikinci hissəsinin ev tapşırıqları ilə tanış olaq. Birinci tapşırığımız. Dünya çörək muzeyləri haqqında mətn yazın. Mətnin planını qurub nəql edin. Sizə plan nümunəsinin başlanğıcını verirəm. Muzeylərin məkanı və yaranma səbəbi, muzeydəki eksponatlar. Digər 3-cü, 4-cü, 5-ci planları isə artıq siz quracaqsınız. Çörək muzeyinin yaradılması ideyası maraqlıdırmı? Fikrimizi əsaslandıraq. Uşaqlar, açar sözlər verirəm sizə. Sadə qida, mənəvi və mədəni dəyər, xalqın düşüncə və yaşam tərzi, bir də milli kimlik. Bəs siz necə muzeylər yaradarsınız uşaqlar? Sizin ideyanız necədir? Muzeydə nələrdən istifadə edərsiniz? Növbəti tapşırığımız isə Ağdama səfər etsəydiniz, bərpa olunan Ağdam Çörək Muzeyinə gedərkən nələri xatırlayacaqsınız? Mətndə ən çox diqqətinizi çəkən nə oldu uşaqlar? Bax, bu tapşırığı da qeyd etməyi unutmayın. Sağ olun, gələn dərsimizə qədər.